Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən istifadə etmək üçünsə, videonun üzərində əlaqə vasitəsi qeyd olunubdur ki, həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Bugün 18 may 2025 tarixidir və mən sizə bugün üçün olan, yəni bu həftə üçün olan, daha dəqiq desək, işlərdən bir qismini haqqında bəhs etmək istəyirəm. Hansı qismi haqqında bəhs etmək istəyirəm? Gəlin bu suala cavab verim. Hansılar ki, orta səviyyəli işlərdir və bu işlərə düzəlmək digər vaxtlarda nisbətən, digər şirkətlərdəki olan işlərə nisbətən, həmin eyni işlərə nisbətən daha asandır. Çünki namizəddən daha az şərt tələb edirlər. Və bu işlərin arasında, misal üçün, mən fəhlə işi, ondan sonra sürücü işi yerləşdirməmişəm, onları saymıram. Hətta aşpaz köməkçisi də əslində orta səviyyəli işdir, onları belə yerləşdirməmişəm. Sadəcə bir dənə sobaçı yanında köməkçi işi var onların arasında. Yəni, orta səviyyəli işlərdir, amma az şərtli işlərdir. Yəni, sizin bu işlərə düzəlmə ehtimalınız daha yüksəkdir. Gəlin başlayaq vaxt itirmədən. Daha asan düzələ biləcəyiniz işlərin siyahısını sizə təqdim edirəm. Deməli, onların arasında bir dənə fərqli variantı var yoldaşlar. O fərqli variantı bundan ibarətdir ki, gəlin o fərqli variantdan başlayaq. Ofis menecer işidir. Bu yaşlı insanlar üçündür. Deyin niyə? Çünki 35 yaşdan yuxarı olan şəxslər üçündür. Və ofis idarəçiliyində 3 illik iş təcrübəsi tələb edir. İngilis dilində mükəmməl bilinməyi tələb edir. Bu Dərnəgül şosesindədir, Azəri şirkətindədir. Sonra insan resursları üzrə təcrübəçi proqramı var yoldaşlar, Agrarkoda. Bu, misal üçün, az şey tələb edir. Digər insan resursları üzrə təcrübəçi proqramlarına, assistent proqramlarına nisbətən. Bu, misal üçün, sizdən ali təhsil tələb edir, Word-ü, Excel-i, Outlook-u, PowerPoint-ü super bilməyi tələb edir. Sonra kargüzar işi var yoldaşlar, Procon şirkətində 400 manatlıq işdir. Amma qeyd edim ki, yəni burada yüksək əmək haqqı gözləməyin. Ümumiyyətlə, bu sadaladığım işlər. Bəli, bunların arasında 600-900 manatlıq işlər də var ki, az şərtli işlərdir. Amma yəni 1000 manatdan yuxarı gözləməyin də, çünki az şərtli işdir və orta səviyyəli işlərdir. Procon şirkətində iş var yoldaşlar, kargüzar işidir, misal olsun bu. Burada özdə part-time də işləmək olur, xəbəriniz olsun. Yəni 8 saat işləməyə də bilərsiniz. 19-25 yaşlı şəxslər üçündür, Word-ü, Excel-i bilməyi tələb edir. Sonuncu kurs tələbələr üçündür. Ona görə də əmək haqqısı da zəifdir. Sonra azalda iş var yoldaşlar, zal üzrə növbətçi işi var. Bax, bu da misal üçün sizdən orta təhsiliniz varsa problem deyil. Amma bir dənə ingilis dilini səlis bilin, əsas məsələ. Sonra TikToker işi var yoldaşlar, Superstoins'da 600 manatlıqdır. Bu da sizdən təcrübə tələb eləmir. Demir ki, yəni SMM sahəsində təcrübəniz olsun. Yəni vacib deyil, yəni hətta portföyünüzdə demir ki, mütləq olmalıdır. 18-30 yaşlı bəy olmalısınız. Əsas məsələ punktual olun, şəxsi inkişafınıza yönümlü olun, baxın, belə bir insan olun. Sonra zəng mərkəzi üzrə mütəxəssis işi var. Bu Smartondadır, 5 günlük işdir, Nərmanovdadır. Bu sizdən sadəcə tələb edir ki, danışıq səviyyəsində ingilis və rus dili bilin. Yəni, elementar şeylər tələb edir, danışıq səviyyəsində. Yəni, necəsən? Elementar. Sonra kompüter operatoru işi var, GF Xəzər şirkətində 400-500 manatlıq, 18-28 yaşlı uşaqlar üçündür, İçəri şəhər metro stansiyası tərəfdədir. Əmək haqqıdan əlavə satışdan da bonuslar var. Bu da demək olar işini tələb eləmir, yəni əldə tutulur bir şey yoxdur demək olar. Sonra dispetcher işi var, Uber taksi şirkətində. Dispetcher xanım lazımdır, 22-28 yaşlı şəxslər üçündür. Bu sizdən kompüter və ofis ləvazimatlarından istifadə qaydalarını bilməyi tələb edir. Sonra ofisin əsas iş mexanizmi haqqında bilgiləri toplamağı tələb edir. 600 manatlıq işdir. Sonra zal administratoru yoldaşlar bankda da var, reception olaraq. Bu sizdən ali təhsil və ofis proqramlarını yaxşı bilməyi tələb edir. Rus dilini bilməyi tələb edir. Sonra əməliyyatçı işi var Sədərək filialında, Agrovita'da. Bu da sizdən orta təhsilli olun. Rus və ya ingilisdən birini bilin. Birini demirəm, mükəmməl bilin. Birində özünüzü ifadə etməyə bacarın deyil. Yəni, başqa ciddi bir şərti yoxdur, tələbi yoxdur sizdən. Sonra direktor köməkçi işi var Qarabağ Consulting şirkətində yoldaşlar. Bu da sizdən ingilis və rus dilində orta, yüksək səviyyədə danışmağı tələb edir. Yəni, orta səviyyədə bilirsinizsə, bu
bu işə müraciət edə bilərsiniz. 22-30 yaşlı uşaqlar üçündür. Office proqramlarını bilin, internetdə araşdırma bilin. Yəni elementar şeylər tələb edir, amma qarşında sizə nə verir? Qarşında sizə 900-1100 manatlıq bir əmək haqqı verir. Sonra reception işi var yoldaşlar, başqa yerdə də. Məni izləyənlərin çoxu reception'dır deyim. Mən məhz bu videoda daha çox o tipli işdə ağırlıq verib, o tipli iş elanlarını sizin üçün təqdim edirəm. Amma yəni digər sferalarda da az şərtli işlər olur. Əgər sizə çox vacibdirsə, özəl dəstəklərindən istifadə edə bilərsiniz. Sonra reception işi yoldaşı Grand Midway-də var. Misal üçün, burada 2 nəfər axtarırlar, həm xanım, həm bəy. Bəysinizsə siz gecə növbəsində olacaqsınız, amma xanımsınızsa gündüz növbəsində. Baxın, belə bir işdir, 550 manatdır, üstəgəl bonus var. Bunun da şərti hazır, demək olar, heç nə tələb eləmir. Rus dili, ingilis dili tələb eləmir, qeyd eləməkdir. Sonra aşpaz köməkçisi işi var. Qeyd etmişəm ki, aşpaz köməkçilərindən asandığım biri, sən demə. Elə bilirdim ki, qeyd eləməmişəm. Bu Qaradağ rayonundadır. Misal üçün, oralarda yaşayırsınızsa, sahil qəsəbəsi tərəfdə bu sizə sərf eləyər. 30-45 yaşlı uşaqlar üçündür. Gedib bu sahədə peşəkarlaşa bilərsiniz. Aşpazlığın sirlərini öyrənə bilərsiniz. Sonra Samuray firmasında qarışdırıcı operator işi var. 600-700 manatlıq yoldaşlar. 20-45 yaşlı kişilər üçündür. Bu da demək olar sizdən heç nə tələb eləmir. Sonra parking işçisi var West Product Marketingdə 500-600 manatlıq işdir. 20-35 yaşlı kişilər üçündür. Sizdən sadəcə tələb budur ki, sürücülük vəsiqəniz olsun. Böyük ehtimal parking zamanı kiminsə müştərinin maşınını park eləmək üçün lazımdır. Yəqin ki. Max Offset çap evində çapçı köməkçisi var yoldaşlar. 400-500 manatlıq işdir. 25-35 yaşlı uşaqlar üçündür. Kişilər üçündür. Komsomol dairəsi yaxınlığındadır. Sonra çapçı köməkçisi başqa yerdə də var. Daha doğrusu çapçının özü 450 manatlıqdır. Əgər aranızda kserokop etməyə bacaran varsa, bacarmırsınızsa YouTube-a açın, YouTube-da bir-iki dənə video baxın, bilin. Elementar şeydir. Çap işlərini bacarmırsınızsa, baxın, belə elementar işlər var ki, sizə fayda verə bilər gələcək cəhətdən. Sonra assistent işi var, bu da 300 manatlıqdır. Bu nəyə görə 300 manatdır? Burada iş saatında problem ola bilər, az ola bilər yoldaşlar. Həmçinin burada iş yükü də azdır. Yəni siz orada həkimi assistentlik eləməyə ehtiyac yoxdur. Sadəcə canlı açacaqsınız, xoş görünüşlü, səniz nitq qabiliyyətinə malik olan bir xanım olmalısınız. Sonra pasientləri yazacaqsınız, belə deyim. Bu tipli bir işdir. Sonra katibə SMM menecer işi var, 400-600 manatlıq Milli Əmlak şirkətində. Xanımlar üçündür, 18-25 yaşlı uşaqlar üçündür. Office proqramını bilin, bir də sosial şəbəkədən istifadə bacarınız varsa bu işə müraciət edə bilərsiniz. Sonra skuterlərin yerləşdirilməsi üzrə sahə işçisi, həmçinin piyada charger işi var Jet Sharing şirkətində. Bu işdə 600 manatdan başlayır. Bu işdən digər variantı isə 500.000 manatlıqdır. Yəni bu işdə birində rus dili tələb edir yoldaşlar. Gəlin bir dəqiqə sizin üçün dəqiqləşdirim. Baxın, bunun eyni şirkətdir. Skuterlərin yerləşdirilməsi üzrə sahə işçisindən tələb edir ki, bunda ümumiyyətlə əmək haqqısı 600 manatdır. Amma sizdən tələb edir ki, Androiddən işlən telefonunuz olsun. Yəni iPhone olmasın da. Rus dilini bilin, bunu tələb edir. Amma piyada charger içində isə 500.000 manat verə bilir. Burada isə elektrikli skuterlərdən istifadə bacarınız tələb edir. Yenə də iPhone tələb eləmir sizdən, digər telefonlardan tələb edir, Androiddən işləyənləri. Bir də Azərbaycan dilini bilmək. Bunda rus dilində bilsəz lap yaxşı olar, amma bilmək vacib deyil bunda. Sonra parklanma üzrə bələdçi işi başqa yerdə də var yoldaşlar. Bu isə Asparkingdədir. Burada isə 21-40 yaşlı uşaqlar üçündür. 700 manat pul verir. Bu arada 700 manat keçən həftə üçün Lukoil'da idi ya da digər məşhur yanacaq doldurma məntəqəsi haradır, orada da misal üçün yanacaq doldurma operatoru işi vardır. Sonra müəllim köməkçisi işi axtarırsınızsa müəccələri müəllimcə və inkişaf mərkəzində 400-500 manatlıq müəllim köməkçisi işi var. Rus dilini bilməlisiniz. Bir də pedaqoji təhsiliniz olmalıdır. 20-45 yaşlı uşaqlar üçündür. Gənclərə sərf elər, bir də həmin yerdə yaşayanlara sərf eləyə bilər bu əmək haqqı. Yoxsa belə çox biabırçı əmək haqqıdır. Sonra reception işi portfolyo Bakıda var yoldaşlar. 600-700 manatlıq oteldir bu. Burada həm xanım, həm bəylərə ehtiyac var. Yəni fərqi yoxdur siz kimsiniz. 20-40 yaşlı uşaqlar olmalısınız. Ruscanı və ingiliscəni orta danışıq səviyyəsində bilirsinizsə, bu işə müraciət edin mütləq. Gördünüz, heç nə tələb eləmir. Bir dənə deyir ki, rus və ingilis dilini orta danışıq səviyyəsində bilin. Yəni bunu bilmirsinizsə, indiki dövrdə mənim sözüm yoxdur. Yəni əgər siz orta səviyyəli iş axtardığınız halda bu iki dildən birini bilmirsinizsə, burada artıq özünüzü qınamalısınız, özünüzə şikayət eləməlisiniz özünüzü.
Sonra ekspeditor işi, satış təmsilçisi işi var İnci Şirkətlər qrupunda. Bu orta təhsil tələb edir sizdən yoldaşlar. Bu ekspeditor maşınınız olmalıdır əsas məsələ. Orta təhsiliniz varsa və maşınınız varsa və ekspeditor və yaxud da satış sahəsində minimum 1 illik iş təcrübəniz varsa və yaxud da satış sahəsində maraq olan şəxsinizsə, baxın belə bir 800-1200 manatlıq iş var, İnci şirkətindədir. Qeydiyyatçı işi var gecə növbəsində. Gəlin o işi bir dənə şərtini deyim sizə qısa olaraq. Baxın, deyir ki, ya ekspeditor ol və ya satış sahəsində minimum 1 il iş təcrübən olsun, ya da satış sahəsində marağı olan şəxs ol. Qarşında da 800-1200 manat pul verir. Qeydiyyatçı işi var gecə növbəsində yoldaşlar. Green City Resort and Residence-də 600 manatlıq 20-30 yaşlı şəxslər üçündür. Şuxovdadır. Saat 12-nin yarısından 9-un yarısınadır. Bu da rus və ingilis dilini bilməyi tələb edir. Rus dilini mütləq bilməlisiniz bu işdə. Yəni ingilis dilini bilməməyə göz yuma bilərlər. Amma rus dilinə xeyir, bir mənalı olaraq. Sonra Xəyal adasında bu Azərbaycan tərkibində olan bir şirkətdir. Qeydiyyatçı işi var yoldaşlar. Bu da sizdən rus dilini və ingilis dilini yaxşı bilməyi tələb edir. Sizdən demir ki, ali təhsilli ol, vacib deyil. Yəni orta təhsilli olsanız da problem deyil. Heç yəni bu sahədə iş təcrübəsi tələb eləmir. Yəni elementar şeylərdir. Fikir verdinizsə sadəcə dil biliyi tələb eləyir əksəriyyəti. Və bəzi şəxsi keyfiyyətlər tələb eləyir. Məsəl üçün bu şirkət tələb eləyir ki, təqdim etmə bacarığınız olsun tələb eləyir. Yəni ciddi bir şeylər tələb eləmir. Amma gözəl işlərdir. Məsəl üçün Zeytun Farmada da reception işi var. Bu məsəl üçün ofis proqramlarda tələb eləyir. Amma bu məsəl üçün bu demir ki, mütləq ingilis və rusu bil. Amma bu iş təcrübəsi tələb eləyir, 1 illik. Deyir, heç olmasa 1 illik iş təcrübən varsa, gəl məndə 600-700 manatlıq bir reception işi var. Zeytun Farma deyir sizə. Sonra reception işi Esset şirkətində var, 19-35 yaşlı xanımlar üçündür. Bu ofis proqramından yaxşı səviyyədə işləmə bacarığı olan şəxslər üçündür. Rus dilini bilməlisiniz mütləq şəkildə. Əmək haqqısı da 400 manatdır. Sonra ofis meneceri işi yoldaşlar. Bura müəllimlər də müraciət etməsini tövsiyə edirəm. Yüksəliş eğitim və spor mərkəzində var. Baxın, bu işə də müraciət edə bilərsiniz. 6 günlük iş çəkiminə malikdir. Heç olmasa baza biliyiniz olmalıdır Word Excel-də. Varsa, sosial şəbəkədən də aktiv istifadə bacarınız varsa, bu işə müraciət edə bilərsiniz. Sonra prompter işi var yoldaşlar. Ken Travel'da 400 manatlıq işdir, 18-30 yaşlı şəxslər üçündür. Həftə içi 3 saat işləyirsiniz. Axşam 6-dan 9-a qədər. Həftə sonu isə günorta 1-dən axşam 9-a qədərdir. Bax, belə bir işdir. Səlis Azərbaycan dilində danışma bacarığınız varsa, ünsiyyətçisinizsə, baxın, bu işə müraciət edə bilər gənclərimiz. Sonra Azərmətdə kiçik operator işi var, 500 manatlıqdır yoldaşlar. Daha dəqiq desək, 450 manat grossdur. 20-30 yaşlı şəxslər üçündür. Bu sizdən tələb edir ki, ofis proqramlarını orta səviyyədə bilin. Əgər gəncsinizsə, baxın, təcrübə toplamaq istəyirsinizsə, bax, bu işlərdən yapışmanız lazımdır, müraciət etməniz lazımdır. Dezinfektor işi var yoldaşlar, bu kişilər üçündür, 18-40 yaşlı kişilər üçündür. Baxın, mükəmməl bilirsinizsə bizim dili və inkişafa öyrənməyə meyillisinizsə, baxın, belə bir iş var. İşi öyrədirlər sizə, yəni trening keçirlər, pulsuz, parasız, keşlədədir. 500-700 manatlıq bir işdir yoldaşlar. Və əlavə iş saatlarına görə də overtime də hesablanır, yəni narahat olmayın. Sonra reception işi Avalan əmlakda var, 500-700 manatlıq. Xətai metrosu tərəfdədir bu. 24-35 yaşlı şəxslər üçündür. Ali təhsilli olmanız vacib deyil yoldaşlar. Əsas məsələ gülərüz, komanda ilə işləmə bacarığı olan bir şəxs olun və rus dilini bilən bir xanım olun. Belə bir işdir, 500-700 manatlıq bir işdir, çətin bir iş deyil. Sonra prompter işi var, part-time olaraq, həmçinin full-time olaraq da variantı var. Fərq eləmir, xanımsız yapay. Əsas məsələ minimum ünsiyyət səviyyəsində rus və ingilis dilini bilin. Və yaxında bu olsun tələb eləmirdir. Fikir verdiniz, orada da prompter işi vardır. Axşam 6-dan 9-a qədər. Buradadır isə, amma tələb eləyir. Bu isə başqa şirkətdir. Yəni, şirkətdən şirkətə asılıq dəyişir. Burada da misal üçün part-time mümkündür. Amma burada sizdən mütləq deyir ki, heç olmasa rus və ingilis dilinin danışıq səviyyəsində, yəni minimum ünsiyyət səviyyəsində bil. Təcrübə tələb eləmirlər. Tələbələr üçün də uyğundur bu iş. Bax, belə bir iş var, 400 manatdan başlayır. O birisi daha çox şey tələb eləyirdi. Bu daha doğrusu, o birisi daha az şey tələb eləyirdi. Eyni əmək haqqını verirdi. Bu amma daha çox şey tələb eləyir, ondan biri verir əmək haqqısını. Sonra reception işi yoldaşlar bir gündən bir olan variantı da var. F-Land idman klubundadır. Xanımlar üçündür.
maksimum yaşınız 23 olmalıdır. Yəni 23-dən yuxarı yaşlı olan şəxslər üçün deyil. İş təcrübəniz də varsa 1 ildən aşağı müraciət edə bilərsiniz. Vacib deyil ali təhsilli olasınız. Baxın, belə bir iş var. Son 4 dənə elan qaldı yoldan işlər. Qeydiyyatçı iş var SGC şirkətində. Bu sizdən rus dilini sərbəst bilməyi tələb edir. Ofis avadanlıqla işləməyi bacarmalısınız. Bir də ofis proqramlarını bilməlisiniz. 5 günlük bir işdir. Bax, bu işin şərti azdır. Sonra, yəni çoxlu şey tələb eləmir, təcrübə tələb eləmir. Bəziləri yəni 2-3 dənə şərti olur. Hətta bəziləri var, fikir verdinizsə bir dənə şərti var. Və yaxud da heç olmayanı olur. Və yaxud da elə bəziləri var, ancaq deyir ki, ingilis var, rusu deyil. Yəni fikir verdinizsə nə qədər eləsi vardır. Sonra sobası yanında köməkçi iş var, Aslank şirkətində 500-600 manatlıq. 19-40 yaşlı kişilər üçündür. Baxın, belə işə də müraciət edə bilərsiniz. 12 saatlıq bir işdir. Sonra qeydiyyatçı işi var. Azərmətdə 400 manatlıq 20-25 yaşlı uşaqlar üçündür. Bu rus dilini ala bilirsinizsə, ofis proqramlarından istifadə bacarığınız varsa və gecə növbəsinə də çıxa bilirsinizsə, bu 450 manatın qarşılığında yoldaşlar, 400-450 manatın qarşılığında. Baxın, belə bir iş də var, ay gənclər, 20-25 yaşlı gənclər. Reception işi Metropark Ticarət və Əleyhinincə mərkəzində var yoldaşlar, 500-600 manatlıq bir işdir, 22-30 yaşlı şəxslər üçündür. Ofis proqramlarından istifadə etməyi bacarmalısınız mütləq şəkildə. Rus dilini əla səviyyədə bilməlisiniz. Yüksək nitq mədəniyyətiniz olmalıdır. Xoş ünsiyyət qurma bacarığınız olmalıdır. 550 manatlıq bir işdir. Baxın, belə bir iş də var. Bu işlər bunlardır. Bu işlər hansı işlər idi? Bunlar orta səviyyəli işlər idi və az şərtli işlər idi. Digər işlər də var. Digər sferalara uyğun işlər də var. Sadəcə mənim izləyicilərimin əksəriyyəti bu tipli işlərə meyillidir deyən mən o tipli işlərdən az şərtli olanları seçib paylaşdım. Əlbəttə, aralarında digər işlər də var. Ümumiyyətlə, iş axtarışınızda dəstək istəyirsinizsə, videonun üzərində göstərən əlaqə vasitəsindən mesaj yazıb özəl dəstək ala bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.